Hamınıza salam dostlar. Bu videomuzda car parking oyununda serverler gəzib maşın alacağıq. Bugün serverimiz olan Azərbaycan serverinə girəcəyik buradan və buradan ucuza da olsa maşınlar alacağıq. Deməli, başlayaq ən yaxşısı. Videomuza keçmədən öncə kanalımıza abunə olmayı unutmayın. 350 abunə olmaq istəyirəm. Deməli, istəyirsə girək. Görüm nələr alacaq. Video sonunda aldıqlarımı göstərəcəm sizə. Deməli, başlayaq. Bağlanır. Bağlanır dostlar. Birazdan girəcəyim. Yəni girir indi. Girib oradan 100.000 olsun, nə bilim 500.000 olsun, fərq eləmir. Bu 1 milyon pulu tam da belə qurtarmayacaq şəkildə maşın alacaq. Koenigsegg Agera ilə də gəldim dostlar. Bunu mən birisindən takas ilə aldım. Yəni birisinə verdim ki, bu maşını dəyişdirək. O da dəyişdirdi. Oy, pullu Mercedes. Bu məndə var idi. Bir də bununla takas eləmişdim. Yadıma gəlir. Bir hafta əvvəl takas eləmişdim bununla. Üstündə polis maşını var idi. Onunla takas elədim və bazara gəldik. Görüm nə var? O, yaxşı maşınlar var, amma biraz bahalı kimidir. Hansını ala bilərəm? Bunu alaram, amma bunu yazaq ona, amma bunun heç birisi bərbaddır, yəni. At gücü bərbaddır. 190 HP. Yox. Mən neydi o? Bunu almam. Allah! O, nə qırdı o? Range Rover gördünüz? Mən saldı yerin altına. Bəzən oyunda belə xəta olur deyən görüm. Nə var, nə yox? Orada nə satılır? Ay, çəkil də denən, bax denən. Orada nə satılır? Görmürəm, bax 1 milyon. 1 milyon. Ay, yox ha, bu maşına da 1 milyon verəm deyirəm. Deyən görüm. Bu Ford'u deyəm görüm mən. Ford'u mənə 500.000'ə satar. Deyən görüm 500.000'ə. 500.000'ə Ford Mustang'ı sat. 500.000'ə Ford Mustang'ı sat. Yazdım görüm nə deyəcəklər, onu baxıram. Bu maşını bəlkə satsam, pul əldə etsəm, elə bunları ala bilərəm. Yəni alaram, pulum çatır, amma yox, mən belə şeylərə pul verə bilməzdim. Deyən görüm. Sən deyə biri var. Bunu mən alarım, yəni bilmirəm. Cüzünü də ki, yəqin özüm axtarım. 280 HP görsünür. Görüm, 15 milyon nədə. Çizimli olsaydı alardım ha. Orada Mercedes satır. Deyən görüm, Mercedes'i bəlkə satar. Mercedes'i ərəbli birisi satır. Ərəbli yox, özü bəlkə ərəbli ola bilməz. Elə belə adını ərəbli kimi qoyub. Deyən görüm. Neçəyə satacaq? 1 milyon olsa alardım bax bunu. Pullu da nə də olsa bu maşın. Bu maşın nə də olsa pulludur. Pullu olsa alaram yəni. 1 milyon verərdim. Amma da bunlara verməzdim. Özüm də ala bilirəm. Verən deyə biri gəldi yanıma oturur. Nəysə. Görün nə olacaq? Orada Rolls Royce'un bir dənə Jeep maşını vardı, onu ama satmaz. Ya takas eləyərdik. Ama yok, bununla da takas etmem. Ne olar sat bu maşını. Ne olar 1 milyon olsa satar. Bak 1 milyon olsa bunu alardım ben bunu. 1 milyon olsa alardım. 10 milyona. Yani 1 milyon yazın, 1 milyon. 1 milyona sat. 1 milyona sat. Ne olar 1 milyona. 1 milyon ne olar 1 milyon sat. 1 milyona satçı alabilirim. Dencerma bunlar da birazcık şeylere farklı bir şeyler ediyor görüm. Bunlarına verir. Bu 7 milyona koydu yine. Yavaş. Görün bu neçəyə koyacaq. Bu Rolls Royce kime yani necə koyasın ya? Ne qiymətə koyacaq? Yok qaqa sat. Oy! Bunu alsam. Yok ha. Yani yazım 800.000 yazım. Yani yok ha. Yazım ki yanında 500.000'ə sat. Aha, satacaq bəlkə. Oyunun da çox kasır. Ne olar ha? Ne olar? Bak sat da ne olar? Sat bu Rolls Royce'u alardım ben. Ne olar sat bu Rolls Royce'u. Pulum var gaga. Yani var diyeceğim. Yani 1 milyon pulum var. 1 milyon pulum var yazdım. Görüm alacaq heç. Eğer buradan bir şey çıkmazsa deməli buradan bir şey almayacaq. Yok 770. Olar yazdım. Olar dedim. Deməli nə olacaq? Neçəyə satacaq?
Ona görəcək. Player olmaya bilmədir. Mənə deyir görəsən, neysə, mənə deməz yəqin ki. Deməli nə olacaq? Neçəyə satacaq? Bəlkə bunu alardım ha. Bunu ala bilərdim. Bax, neçə idi? 1 milyon 300 nədir? Yox dostlar, deyəsən buradan bizə düzgün xeyirli bir maşın çıxmayacaq. Yəni çıxsa da ki, istədiyim qiymətə satmazlar. Ən yaxşısı mən başqa bir serverə keçim. Bəli dostlar, yeni server keçdim. İnşallah bu eyni server olmaz və 2 dənə nəfər nədir? Görün maşınlar nədir? Bu Passat. Bunlar ne var? Bir dəqiqə. Baxım görün bazardadılar. Bəlkə deyim onlara satın. Deyən görüm. Biri mənə maşınını 500 minə sata bilərmi? Biri mənə 500 minə, biri mənə maşınını 500 minə sat. Görüm. Biriləri gəlməyə başladı. Görüm neçə satacaqlar. Bazara gedən yox ki, baxım maşın satılacağı yerə. Bir dəqiqə. Biriləri var orada. Baxım. Yavaşdan dolur burası. 7 nəfər. 3 nəfər idi mən də daxil. 7 nəfər oldu. Deyən görüm nələr satacaq. Allah'ın olsun. Maşınlarına baxım görüm. Nada 07 yaxşıdır məncə. Bunu satsa alacağım. Baxım görüm nə satdılar. Gəl. Nə satsa alacaq. Ben nə satsa alacaq. Maşının görünüşü zaten modifiyesi zaten vecim olmayacaq da. Bax bu maşın yaxşı deyil. Bu fersizdir. Deyən görüm bu nə edir? Takas. Yox takas yox. Takas edə bilmərəm. Amma sata bilər. Deyən görüm. Passat var. Passatı belə gözəl bir qiyməti satsa alacağım. Amma da 1 milyona bəlkə olmaz. Amma 500 min, 300 min verərdim mən bu maşına. Nə olar? Bu coinli maşındır. Coinlidir. Bax o qəpi ilə satılır o. Nə olar? Sat, düzgün bir qiymətə sat. Nə olar? O kimdir? Adı qəribə deyə. Bazen də belə adlarını qəribə simgələr ilə eləyənlər vardı. İnşallah bu düzgün bir qiymətə satar. Nə olar? Bax 700 min olsa verərəm. 700 min olsa belə verərəm. Nə qədər pulum? Söyküyüb. 700 min olsa verərəm ha. Ver, nə olar? Sat o maşını. Nə olar? O maşını sat da mənə. Bax satacaq çünki qaçdı. Neysə, o bufersiz 07 05 ne olur o bunlar. Neysə, 20 milyon nədir? Allah'ın olsun. Bizdə də ki belə şeylər olur. Yəni hər kəs ildar ki belə ucuz maşını götürüb 20 milyona, nə bilim 50 milyona zada satırlar. Sonra da cəmaət buna söz atır. Allah'ın olsun. İndi mən də attım. 20 milyon transit nədir? Allah'ın olsun. Nə olan şeydir? Bu maşın 1 milyona idi. Mən pullu maşını takas elədim bu maşını ala bilmək üçün yəni. Allah'ın olsun bilmirəm. Bax birin mənə 500 minə maşınını sata bilər dedim. Başqa da heç kim bir şey yazmadı deyə. Neysə. Bunlar satar görəsən. Amma satmaz yəqin ki. Yox. Mən Allah'ın olsun hesabına gəldim. Gəl 1 milyona bunu sataq. Bunu bəlkə 1 milyona alan olar. Baxın 1 milyona əlbəttə zarafat edirəm də almazdım maşını. Yox dostlar, bir dənə daha server dəyişikliyi eləyəcəm. Əgər onda da gözəl maşın çıxmazsa mən bu videonu burada qurtaracağım. Dostlar gördüğünüz kimi yeni server keçdim. Yəni bu da inşallah yeni server olmaz və yox, başqaları vardı. Görün baxın bazarlarında nə satırlar bazarda. Allah'ın olsun. Nə? Allah! Dostlar chatda belə söyənlər vardı. Valla onu gördükdən sonra videoyu valla dayandırmaqdan başqa seçənəyim yoxdur və deyəsən orada gözəl maşınlar var. Baxım görüm. Orada polis maşını var. Burada Mercedes var. Burada bir dənə aslında bu yaxşıymış ki. Deyən görüm. Bununla takas edə bilərik. Bir dəqiqə nə olar? Bu nə? Yox buna verməzdim. Amma 500 min verərdim bunu. Ne olar düzgün qiymətə bir şey satın mənə. Ne olar düzgün qiymətə bir şey satın. Ne olar düzgün qiymətə. Bax yaxşı maşınlar satın. Bax bunu bunu. Bu da bu polis maşınını. Bu polis maşınını mən satsalar alaram mən bunu. Ne olar almaq istəyirəm. Biri verə bilər bunu. Deyən görüm. Bu polis maşınını 1 milyona mənə satın.
Ne olar? Bu polis maşınını 1 milyona satımını... Ona da. Qaçdı getdi. Deyən görüm. Buna deyim mən 1 milyona satar. Çünki bu deyəsən Word şeylə qoya bilərəm. Deyən görüm. Bu polis M2'ni mənə 1 milyona sat. Bu polis M2'ni mənə 1 milyona sat. Ne olar? Yaxşı diye. O da pullu maşında. O doğrucu pulla alınır bildiğiniz kimi. Buna yaxşı çizim elbə. Krom deyilib. Üstünə polis maşını. Of. Ben bunu ne qəpi ilə sataram. Bu qəpi ilə maşınlar satılır. Onunla satardım. Daha sonra yani ha diyeyim. Ha yazdım. Görüm ne deyir? Yarış. Yok ha indi yarışmak istemiyorum. Yani yarışardım ama belə də yarışmak istemezdim indi. Baxım görüm bunlar yok ha. Oo kardeş ölkəmiz Türkiye. Onunla beraber bizim bayrağımızı seçip yaxşıdır. Ben onu ala bilərdim. Mən zarafat edirəm də almazdım onu. Ay bala ne olar? Bak bunu mən bir öz verin də. Yok bu serverden düzgün maşın alamayacağım. Allah'ın olsun. Bir dənə maşın alın bak. Bak bu maşını satsın. Bak bu maşını satsın. Deyən görüm. Bu maşını gözəl bir qiymətə satın yenə heç olmasın. Ne olar? Yani heç vecimə olmaz maşının görünüşü necədir. Amma bax bu xoşuma gəldi. Bir dəqiqə. PM 770. PM 770 mənə 1 milyona sat. PM 770 ne olar? Mənə satın. Mənə satın bu maşın. O 40 milyon nədir? Bunlar kazıklı. Bir dəqiqə bu neçə? 35 milyon nədir? Yani maşınlar yaxşı diye yani 1 milyona satsalar alaram. Axır ki onlar 1 milyona satsınlar yani. Ben 1 milyon istəyirəm. Deyən görüm. Sadık ne de 20 milyon sot deyir. Yaxşı bak bu maşınlardan birisi de satılmazsa bu videoyu burada kurtaracağım. Ondan sonra bu şekilde bu videoyu dayandıracağım. Ya da deyən görüm. Ben bir buna diyeyim ki ne olar belki mənə bu Mercedes'i mənə şey satar 1 milyona. Deyən görüm. Bir dakika. Drone moduna al bu ne? Bacarıqlı diye bak. Bir dakika. O Mercedes'i mənə 1 milyona sat. Ne olar? Ay bala. Yaxşı maşınlar gəlməyə başladı ye. Ne olar bak bu Mercedes'i mənə 1 milyona satın dedim de. Deyəsən qaç deyə uşaq qorxusundan. Neyse. Deyən görüm bu Range Rover'i neçəyə satacaq? Eğer ki bunu satmayacaq şəkildə satarsa mən onda bunu şey eləyəcəm. Ne deyir? Kimdə bu versiz 07 var. Ne olar bak bu maşını almaq istəyirəm. Ne olar o maşını alacağım. Ne olar o maşını alacağım. Ne olar? Bir dənə o maşını yok 35 milyon nədir? Ne olar mənə verin o maşını. O maşını mən 35 milyon yok. Yəni gözlə. Pazarlıq edirəm deyəsən bu adamdan. Gözlə görüm. Deyən gözlə. Son kez ona bir təklifdə bulunacaq. Eğer o təklifi də qəbul etməzsə day deyəcəm ki, все day get. Orada maşın, bir dakika o maşın nədir? Yox, ona verməzdim. Deyən gözlə buna deyim ki 1 milyona sat. Ne olar 1 milyona sat yenə qaç deyə. Yox ha, deyən görüm. Ne olar 1 milyona satın da. Bak Allah'ın dostu. Bir dakika bunun HP'sine kadar abone aldım da. Все da. Videonu burada kurtardım. Bəli dostlar, yani o kadar iş yüzün ardından gördüğünüz gibi bir daha bu maşını alabildim. Bu maşındaki heç bir belə şey aldım. Bunun qabağında işıqlar vardı. Buna da motor zat takıp yani heç olmasa gücləndirib ama dəqiqə deyəsən bir şey takmalıydık. Bunu da takaq. 926 beygirlik yani cozan maşınımız oldu. Buna bir de qara belə yaxşı yaşılsı rəng olsun. Bir de bunun qabağındakı işıqları gözlə. Ne qoyaq? Bir dənəsinə belə, bir dənəsində gen gözlə. Bir dənəsində belə etdiyimi yaxşı olur.
Bəli dostlar, gördüyünüz kimi bu şəkildəydi. Yəni heç bir şey olmasa belə bu maşını almağımız yaxşıdır. İnşallah videomuzu bəyənmişsinizdir. Bir sonraki videoda hansı serveri gezim şərhlər hissəsində yazın. Sağ olun, növbəti videolarda görüşənədək.